Salam əziz izləyicilər. Tarixdə bir günə baxırsınız. Bugün bəşər tarixi üçün çox önəmli bir mövzuya toxunacağıq. NASA, bəşəriyyəti ulduzlara aparan agentlik. 1957-ci ilin oktyabrı Sovet İttifaqı kosmosa Sputnik 1 adlı kiçik bir peyk göndərdi və bu Amerikanı sarsıtdı. Bir gecədə ABŞ özünü texnoloji yarışda geridə qalmış hiss etdi. Məhz bu şok tarixin ən möhtəşəm elmi macəralarından birinin başlanğıcı oldu. NASA'nın yaranmasına biz qorxudan doğulan agentlik də deyə bilərik. Sputnik böhranı adlanan bu hadisədən cəmi bir il sonra 1958-ci ildə ABŞ prezidenti Dwight Eisenhower Milli Aeronavtika və Kosmos İdarəsini, NASA'nı yaratdı. Məqsəd sadə idi. Sovet İttifaqı ilə kosmos yarışında geridə qalmamaq və Amerikanın elmi-texniki nüfuzunu bərpa etmək. Lakin NASA sadəcə hərbi rəqabətdən doğulmadı. O sülh məqsədli, mülki elmi araşdırma aparan bir qurum kimi təsis edildi. İlk illərdən etibarən agentlik həm kosmosa insan göndərmə proqramlarına, həm də planetlərin öyrənilməsinə diqqət ayırdı. Sovet İttifaqı və ABŞ arasında Aya insan göndərmək yarışı insanlıq və bəşər tarixində ən yadda qalan yarışlardan biri idi. 1960-cı illər NASA üçün qızıl dövr oldu. Prezident John Kennedy'nin 10 illiyin sonuna qədər insanı Aya göndərəcək vədi bütün ölkəni səfərbər etdi. Merkuri və Gemini proqramları vasitəsilə astronavtlar kosmosda uçmağı, kosmik gəmiləri idarə etməyi öyrəndi. Nəhayət 20 iyul 1969-cu ildə tarix yazıldı. Apollon 11 missiyası çərçivəsində Neil Armstrong Ay səthtinə ayaq basan ilk insan oldu. Ay səthtinə ayaq basan kimi o dünyaca məşhur sözlərini söylədi. That's one small step for man, one giant leap for mankind. Bu bir insan üçün kiçik addım, bəşəriyyət üçünsə nəhəng bir sıçrayışdır. Bu sözlər əbədi yaddaşlara həkk olundu və bu təkcə texnoloji nailiyyət deyil, bütün insanlığın ortaq qürur anı idi. Kosmos yarışından sonra elmin sərhədləri də genişləndi. Aya çatdıqdan sonra NASA diqqətini daha uzaq və davamlı layihələrə yönəltdi. Kosmik məkik proqramı Space Shuttle 30 il ərzində yenidən istifadə oluna bilən kosmik gəmilərlə yüzlərlə uçuş həyata keçirdi. Hubble kosmik teleskopu isə 1990-cı ildən bəri kainatın ən uzaq güşələrindən inanılmaz görüntülər göndərərək astronomiyanın inkişafında yeni bir səhifə açdı. NASA'nın Mars roverləri Curiosity və Perseverance qırmızı planetin səthində gəzərək həyat izləri axtarır. Beynəlxalq kosmik stansiya isə 10 illiklərdir davamlı insan mövcudluğunu kosmosda təmin edən ölkələr arasında əməkdaşlığın simvoluna çevrilən layihədir. NASA'nın bəşəriyyət üçün rolu. NASA'nın təsiri kosmosdan çox-çox uzağa yayılıb. GPS naviqasiyası, hava proqnozu peykləri, tibbi görüntüləmə texnologiyaları, hətta gündəlik həyatda istifadə etdiyimiz bir çox material və proqram təminatı NASA araşdırmalarından yaranıb. Agentlik həmçinin milyonlarla insanı elmə, mühəndisliyə həvəsləndirərək neçə nəslin xəyal gücünü formalaşdırıb. Bugün NASA yeni bir hədəf üzərində işləyir. Artemis proqramı çərçivəsində insanı yenidən Aya, sonra isə Marsa göndərməyi hədəfləyir. Booster ignition and lift off. The crew of Artemis 2 now bound for the moon. Humanity's next great. Sputnik'in yaratdığı qorxudan doğulan bu agentlik bugün insanlığın kosmosu kəşf etmə yarışının ən böyük simvoluna çevrilib. Əgər videolarımızı bəyənirsinizsə, bizi bəyənməyi və videolarımızı paylaşmağı unutmayın. Tarixdə bir gündə yenidən görüşənədək.